bu şərəfsizlərin bu namuslarını putlerizmin qucağında girov saxlayıb milyonlar qazananların əməlləri barədə sizlərlə fikirlərimizi bölüşəcəyik. Və eyni zamanda iki göndərilən kadrda bir qazimiz Kürdəmir polisində döyülüb və onun atası intihar etmək istəyib, xoşbəxtlikdən o mümkün olmayıb, damarlarını doğrayıb. Yəni o kadrlar da bizdə var, amma YouTube qaydalarını bilirsiniz də, onu verə bilmirik. Ancaq həmin o şəxsin atasının kiçik olsa da müsahibəsini sizlərlə bölüşəcəyik. Digər bir kadrımız isə bizim əməkdaşımıza göndərilən Sevinç qəsəbəsində kədərli günlərin şahidləri olan insanlar yazıb. Onlar üçünsə biz bir şeyi arzu edək ki, heç olmazsa ən azından onlara qayıq verilsin ki, o yağışlı havalarda onlar o qayıqdan istifadə etməklə çölə, bacaya çıxa bilsinlər. Dəyərli dostlar, əziz həmvətənlər, baş mövzumuz isə göründüyü kimi, yəni artıq bütün məmləkətin gündəmini zəbt edən İmişli olayı ilə bağlıdır. İllərdir biz bunu deyirik, illərdir. Biz bunu deyirik ki, bugün qaldırılan dəmir yumruq içəridə olan düşmənlərin başına düşəcək anda xəmərə çevrilir. Nədəndir bunu bilmirik? Niyə olur bilmirik? Bu hakimiyyət, ümumiyyətlə bu hakimiyyətin gücü Tofiq Yaqublulara çatır. Mətləb Həsənlilərə çatır. Özlərinə çatmır. Ona görə çatmır ki, bunlar hələ də Sovet xülyası ilə əyinlərini dəyişərək, kostyumlarını dəyişərək, libaslarını dəyişərək, əslində dəyişməyərək, rənglərini dəyişərək indi olublar müstəqilçi. Və bu müstəqilçilərin də apardığı və yürütdüyü siyasətin bariz nümunəsi, yəni görünən tərəfi, buyurun bəylər, bundan ibarət. Əziz bacı və qardaşlarım, bir daha qeyd edirəm, bəyənin, paylaşın və kanalımıza abunə olun ki, bizlər də bu canlı yayımı sizlərlə o şərəfini, ləyaqətini, namusunu, Putlerin qucağında girov qoyanlar arasında bir sədi darmadağın eləyək. Çünki güc